İrfanda insan fitrəti barədə qeyd olunur ki, insanın qəlbi ünsiyyətə meyilli yaradılıb. Hərəkət-i cövhəriyyə nəzəriyyəsinə görə ruh sakit dura bilmir. Ya Allaha tərəf yüksəlir, ya da maddəyə doğru enir. Şəhid Mürtəza Mütəhərri insan psixologiyasını izah edərkən deyir ki, insanın daxilində ümidə meyil çox güclüdür. İnsan qapını tam bağlamaq istəmir. İnsan daxilən istəyir ki, qarşı tərəf dəyişsin. Bəzən insan tanıdığı yarıya tanımadığı boşluqdan daha çox öyrəşir. Qeyd olunur ki, insanın ən böyük yorğunluğu gözləntilərdən gəlir. Çünki sən bir insandan qəlbinə uyğun vəfa gözləyəndə ya bacarmır, ya anlamır, ya da istəmir. Əllamə Təbətəbai insan münasibətlərində buyurur ki, qəlb əməli nişanə axtarır. Ona görə də sən kimsəni əfv etsəndə, o adamdan diqqət və dəyişiklik görməyəndə qəlbində soyuqluq yaranır. Ayətullah Behçət ağa buyururdu ki, bağışla, amma qəlbini yenidən bağlamağa tələsmə. Zaman və əməl gözlə. Qur'anın ruhu da bu tarazlığı göstərir. Məsələn, Qur'anda bağışlanmaq təriflənir, amma eyni zamanda buyurulur ki, insan ağlını və tədbirini itirməməlidir. İrfani mətnlərdə insan iki cazibə arasında qalan varlıq kimi təsvir edilir. Bir tərəfdə ruhun ilahi meyli, digər tərəfdə nəfsin ləzzət axtarışı. Qur'an buyurur, nəfs daim pisliyə əmr edəndir. Əllamə Təbətəbai bu ayənin təfsirində qeyd edir ki, burada məqsəd nəfsin təkrar çağırış xüsusiyyətini göstərməkdir. İnsan daxilində izah edə bilmədiyi bir natamamlıq hiss edir. O boşluğu bəzən münasibətlərlə, şəhvətlə və yaxud da şöhrətlə doldurmağa çalışır. Amma bunlar qəlbin ölçüsünə uyğun gəlmədiyi üçün müvəqqəti sakitlik verir. Ayətullah Misbah Yazdi qeyd edirdi ki, ibadətin təsiri qəlbin iştirakı qədərdir. Əgər ibadət yalnız zahiri hərəkət səviyyəsində qalırsa, nəfsin kök meyilləri dərindən dəyişmir və həqiqi dönüş o zaman başlayır ki, insan təkcə günahdan utanmır, onun içindəki ehtiyacı tanıyır. Seyid Heydər Amili yazırdı ki, irfan yolcusunun ən ağır imtahanı günahın cazibəsi deyil, qəlbin parçalanmış halıdır. Ariflər qeyd edir ki, insanlardan gələn zərbə ruhu silkələyir. Zamanla insanlardan soyuduqca hələ haqqa tam çatmamış boşluq daha kəskin hiss olunur. Molla Sədra buna bərzəx halı deyir. Nə dünyadan razıdır, nə də tam ilahi huzura çatıb. Nə qədər ibadət etsək belə faydası olmursa, ya qəlb hələ də insanlardan gözlənti ilə doludur, ya da içdə incəlik yığılıdır. Və Seyid Heydər Amili yazır ki, insanların vəfasızlığına təəccüb etmə. Təəccüb et ki, qəlbin hələ də onlardan vəfa